Həmin bu günlər idi, deyirlər Məhərrəm ayının 7-sində o İmam Hüseyn əleyhissalamın sanki bu ümmət o kəramətlərini unutdular. O ali cənablıqların, əzəmətlərin unutdular, o suyun yolun bağladılar. Gəlirlər balaca balalar, xırda uşaqlar İmam Hüseyn əleyhissalamdan su istəyirlər. Dedi Əbəlfəz, götür su məşkilərin, get Fəratın suyundan su gətir bu balalara. Əbəlfəz ağa birinci dəfə nail oldu. Amma ikinci dəfə artıq düşmənlər bir plan qurdular. Ağanı elə yarı yolda qoymadılar məqsədinə çatsın. Deyir, o əziyyət çəkənlərdən də biri Əli Əkbər ağa idi. O cavan, Peyğəmbərə bənzəyən, hər cəhətdən Peyğəmbərə bənzəyirdi. Ya, alimlər deyirlər ki, elə o deməkdir ki, Əli Əkbər ağa da ismət məqamına çatıb. O da bir məsumdur. Çünki bu adam hər cəhətdən Peyğəmbərə oxşuyur. Məntiqən, xəlqən və xulqən. Həm danışığı oxşuyur, həm zahiri oxşuyur, həm də daxili dünyası oxşuyur. Deyirlər İmam Hüseyn əleyhissalam Kərbəlada 3 yerdə az qaldı ki, da canın tapşıra. Onlardan biri o həmin məqam idi ki, deyirlər Əli Əkbər ağa gəldi, dayandı İmam Hüseyn ağanın qabağında, dedi atacan icazə ver, mən gedim meydana. Day artıq Həbib gedib, Müslim gedib, çoxları gedib, döyüşüb şəhid olublar. Day Əli Əkbər ağa ki məqamı necə bir məqamdır, o gəlir İmam Hüseyndən icazə istəyir. Deyir, Əli Əkbər ağa gəlib icazə istəyəndə İmam Hüseyn ağa az qaldı ki, canın tapşıra. Ki, day Əli Əkbər, sən də gedirsən, sənin yerin mənim üçün tamam başqaydı. Rəngi qaçdı. Zeynəb deyir, gördüm Hüseynin rəngi qaçdı Əli Əkbər ağa icazə alanda. Deyir, icazə verdi. Amma dedi, Əli Əkbər, oğlum, bir dənə o gözəl, o döyüş paltarı geyin, o gözəl qamətü və, o rəna qəddü və geyin, bir get qabağımda sənə tamaşa eyli. Deyirlər, Əli Əkbər ağa geyindi döyüş paltarını, başladı gəzməyə. İmam Hüseyn ağa baxır Əli Əkbər ağaya. Deyir, əfsuslar olsun ki, bu cür qamətli cavan məktulun fi səbilillah. Doğranacaq Allah yolunda. Deyir, İmam Hüseyn əleyhissalam baxırdı, amma o halda imam nə keçirdirdi Allah bilir. İmam bir kənara, deyirlər, bir də gördülər ki, xeymələrdən qadınlar da çıxıb baxır Əli Əkbərə. Balaca uşaqlar, Əli Əkbərin bacısı, xanım Səkinə, xanım Rüqəyyə, hamı baxır Əli Əkbərə. Bilmirəm, sevinirdilər onun o qamətinə, bilmirəm, kədərlənirdilər. Amma deyir, Əli Əkbər ağa başladı ki, meydana tərəf yola düşməyə, onda başladı hamısı ağlamağa. Çünki İmam Hüseyn əleyhissalam bu sözü deyirdi, deyirdi, bala sən şəhid olacaqsan. Getdi, döyüşdü, gəldi. Qadınların ürəyinə bir təsəlli gəldi ki, ağa qayıtdı, salamat qayıtdı. Bir üzün tutdu, dedi, atacan, ya əbətah, əl-ətəş, yandım susuzluqdan. İmam Hüseyn əleyhissalam baxır, deyir ki, oğlum, çox çətindir mənə, məndən su istəyəsən, amma mən sənə verə bilməyəm. Çox çətindir mənim üçün. Amma sənə bir söz deyirəm, qayıt, döyüş, Peyğəmbər sənə cənnətdən su gətirər, içərsən. Balam, məni bağışla ki, mən sənə dünya suyundan verə bilmədim. Sənə Peyğəmbər özəli ilə su içizdirəcək. Bir yola düşəndə orada da qadınlar hamısı başladı ağlamağa. Hamı baxır, Əli Əkbər ağa yenidən gedir meydana.
İkinci dəfə deyirlər İmam Hüseyn əleyhissalam az qaldı canın tapşıra. O anda idi ki Əli Əkbərin səsi gəldi. Dedi ya əbəta, budur Həzrəti Peyğəmbər gəlib əlində cam, mənə su verir. Deyir bu sözü eşidən kimi İmam Hüseyn əleyhissalam artıq gücü qüdrəti tükənir, minir atına. Minir atına, gedir Əli Əkbər ağanın düşdüyü yerə. Dünənlərdə dedik, çox qəribədir dünyanın işləri. Allahın da işləri çox qəribədir. Yusuf Yaqubdan bir müddət ayrı qaldı. Yaqub Yusufla görüşə gedəndə onu cah-cəlal içərisində Misrin padşahı kimi gördü. Deyirlər Əli Əkbərdən ayrılan Hüseyn bir müddətdən sonra ata balanın yanına gedəndə nə gördü Allah? Deyir o görkəm İmam Hüseyn əleyhissalamı saldı atdan. İstədi geçsin, ayaqları tutmadı. Üçüncü yer ki İmam Hüseyn əleyhissalamın gücü tükəndi, həmin yerdə idi ki Əli Əkbər ağanın kənardan nəşin gördü. Deyirlər dizləri vuruldu yerə. Başladı sürünə, dizi ağanın cənazəsinin üstünə getməyə. Baxdı gördü ki bədən doğranıb, əl bir tərəfdə, ayaq bir tərəfdə. Deyir onda Əli Əkbərin cənazəsini, üzünü götürdü qucağına, qanın sildi, tozun sildi, dedi ələd dünya bə'dəkəl əfa, oğul Əli, bundan sonra dünyanın küllər ola başına ki bu dünya səni kimi bir insanı da apardı, əlimdən aldı. Deyir onda qalxdı İmam Hüseyn əleyhissalam əbasın sərdi yerə, Əli Əkbər ağanın hissələrin yığdı əbasının içərisinə, dedi Bəni Haşimin cavanları gəlin balamı yaparaq xeymələrə. Deyir bir də onda xanımlar çıxdılar, gördülər ki o rəna qəddi, o qamətli Əli Əkbər ağa ki getmişdi, amma indi əbanın içərisində bədəninin hissələri qayıtdı. Əla lənətullah aləl qavmiz zalimin və səyələmul